Salam əziz azizki.at.ua istifadəçiləri və təbii ki öyrən.ilə.biz. Bu gün biz yenidən hack sisteminə qayıdacağıq. Bu gün biz öyrənəcəyik ki, bəzi saytları necə hack edirlər. İlk öncə gəlin daxil olaq google.com-a. Google axtarış sisteminə daxil olaq və bura yazaq adminlogin.asp. Yazdıqdan sonra gördüyünüz kimi bir çox nəticələr çıxır. Gəlin daxil olaq birinciyə, tutalım bu saytı. Gəlin bu saytı hack eləyək. amsk.rupajal.org Academy of Management Studies. Baxın. Login name bütün belə adminlogin.asp olan linkli saytların bütün hamısında login admin olur. Adı ilk admin olur. Password isə baxın. Bunu yazırıq. Saytı qoyacağım, götürərsiniz. Copy, paste və submit. Baxın, gördünüz, admin panel açıldı. Bu da bizim admin panel. Düzü bilmirəm bu nə məna daşıyır buradakı şeylər, amma bilirəm ki bu admin paneldir. Baxın, change password var, sign out var. Yəni change password edək, kodunu dəyişək. Kodu yenə bunu yazırıq. Enter old password. Old passwordin köhnə. Burada yeni bir password yazaq. Password changed. Parol dəyişildi. Yenə yeni kodla daxil olaq. Budur yenidən admin paneli və sayt hack oldu. Ümumiyyətlə bu tək bu saytda yox, bütün admin login asp olan saytlarda işləyir. Məsələn, gəlin başqa birini yoxlayayım. adminlogin.asp yenə yazırıq bura. Məsələn, bunu görək, hack eləyə bilirik. Bəzilər olur ki, onlarda alınmır. Məncə burada alınmayacaq. Login alınmadı. Neysə, elə belə bu saytları hack eləmək olar. İnşallah yenə hack videoları isə əlavə edəcəm. Sağ olun.